Salam əziz abituriyentlər. Bu gün də feildən bir mövzu ilə, kiçik bir mövzu ilə qarşınızdayam. İdi, imiş, isə hissəciklərini bu gün sizlə öyrənəcəyik. Hansı ki, bunların qısaltması şuudi keçmiş zaman, nəqli keçmiş zaman, bir də sahəsel şərt şəkli ilə bəzən qarışıq düşülür. Ayırd etməkdə şagirdlər bəzən çətinlik çəkir və bunun rahat yollarını mən sizə bu gün izah eləyəcəm. Bugünkü videomuzda da qeydlər götürməyi mütləq unutmayın və diqqətlə dinləyin. Başlayaq. Əvvəla qeyd edim ki, bu hissəciklər bəzən köməkçi feil də adlandırılır. Və bunlar feil şəkillərinin bir də adların üzərinə artırılır. Gəlin baxaq, məsələn, adların üzərinə necə? Məsələn, gəlin baxaq, deyirəm, məsələn, qoruqçu idi. Belə deyək, belə bir şey deyək. Məsələn, qoruqçu idi. Bax, qoruqçu isimdir də, düz deyil. Yəni, düzəltmə isimdir və ismin üzərinə artırılır. Adlar deyəndə o isim, sifət, say, əvəzlik, zərf, onları nəzərdə tuturduq. O nitq hissələri. Və yaxud məsələn deyirəm ki, yuxarıda imiş, məsələn. Yuxarıda imiş, misal üçün bu forma. Görürsünüz, yuxarıda, təbii ki, yuxarı nədir? Zərfdir. İmiş zərfin üstünə artırılır. Yəni, bunlardan söhbət gedir və həmişə təbii ki, adlara artırılmır, feillərə də artırılır. Gəlin, baxaq necə. Məsələn, bir dənə əvvəla bir nümunə deyəcəm, sonra əsas məqamlarını izah edəcəm. Məsələn, deyirəm ki, yazasıydı, yazasıydı. Bax, klik və şəkilçi ayıranda yazmaq sözün köküdür, ası, əsi bilirik. Deməli, lazım şəkildir. D da burada təbii olaraq nədir? İdi hissəciyidir. Şuudi keçmiş zaman deməyəcəyik buna. Niyə deməyəcəyik? Çünki biz keçmişik ki, sizlə feilin şəkilləri, feilin ya kökünə, kökdən sonra, ya da başlanğıc formasından sonra gəlir də. Başlanğıc çünki leksik şəkilçinin bitdiyi yerdir. Və burada gördüyümüz kimi kökə nə artırılıb? Ası, əsi. Ası, əsi nədir? Təbii ki, lazım şəkli. Lazım şəklidirsə, biz də zamanları keçmişik ki, zamanlar hansı şəklə aiddir? Xəbər şəklinə. Təbii ki, bu artıq zaman ola bilməz də. Düz deyil, burada lazım varsa, nətər bir də zaman olsun? Yəni, bu bir də nətər zaman olsun? Bir feildə nətər iki şəkil olsun? Ya da bir feildə iki zaman mümkün deyil. Və burada bir şəkildə ola bilər bir feil. Bu da ası, əsidir, yəni lazımdır. Bu avtomatik olacaq idi hissəciyi. İndi bunun detallarını izah eləyəcəm. Aha, əvvəla biz nəyi bilək? Bu idi, imiş hissəcikləri feilin əmr şəkli və şuudi keçmiş zaman istisna olmaqla feilin digər şəkillərini artırıla bilər. Bax, şuudi keçmiş zaman istisna olmaqla, gəlin buna bir nümunə deyim sizə. Məsələn, bunu silim. Baxın, bir dənə nümunə götürdük şuudi keçmiş zamanda. Bir dənə də götürdük feilin əmr şəklində. Şuudi keçmiş zaman zaten bilirsiniz də xəbər şəkli. Biz indi burada ümumiləşdirə bilmərik də xəbər şəklində. Çünki xəbər şəklində bütün zamanlar var. Bütün zamanlara aid olunmur axı bu. Bir dənə bilək ki, feilin əmr şəkli və şuudi keçmiş zamandan başqa digər şəkillərə idimiş artırıla bilir. Yəni, belə düşünün. Bundan sonra idi, imiş, belə idi deməli imiş, burada iyi qoyum. İmiş gələ bilməz qəti surətdə. Gəlin nümunə ilə baxaq. Ümumiyyətlə, yadınızda saxlayın ki, bu mövzularda əzbər insanı çətinə salır. Çalışın əzbərləməyin, dərk eləyin. Yəni, nəsə qaranlıq qalan məqam olsa da rəy bölməsində qeyd eləyin, mən sizə cavab verəcəm. Aha, gəlin baxaq nümunəsi ilə. Bax, yazdı deyirik, düz deyil. Yazdı keçmiş zamanda, şuudi keçmiş zamanda idi. Gəlin buna artıraq. Görək, həqiqətən də olur. Bəlkə olur, mən deyirəm özümdən olmur. Gəlin baxaq. Yazdıdı deyə bilərəm. Yazdıdı. Olmaz, düz deyil. Ya da bunu silsəm, məsələn, desəm, yazdımış. Ola bilər. Gəlin baxaq. Yazdımış. Ola bilər, ola bilməz. Deməli, keçmiş zamanda artırmaq olmur da idi ilə imişi. Və yaxud gəlin belə eləyək. Məsələn, üçüncü şəxsdədir. Burada indi şəxs sonluğu yox idi. Başqa bir şəxsdə götürək. Məsələn, birinci şəxsin təkində götürək. Məsələn, bura yazıram.
Yazdım. Baxın, yazdım. Yaz sözün kökü d ayrı, m ayrı. İndi baxın, yazdımdı yazdımdı deyə bilirəm? Yox. Ya da yazdımmış deyə bilirəm? Yox. Gəlin baxaq. Və artırmağa çalışacağım. Görün artırmaq olur. Artırmaq olmur əlbəttə. Yazdımmış. Belə çox məntiqsiz olur. Deməli, nümunə ilə də görürəm ki, şurada keçmiş zamanda idimiş olmur. Bir də baxaq feilin əmr şəklinə. Yazsın. Deməli, üçüncü şəxsin təkidir. O yazsın, hə. Gəl baxaq. Yazsın. Yazsındı. Çünki bilirsiniz də, yazsın idi olmur. Ümumiyyətlə, əgər sözə feilə bitişi olacaqsa, bu idi imişin qısaltmasını götürürük də. Yazsındı olmur. Olsaydı bunu idi götürərdik. Artırmaq olmur. Çox məntiqsiz olur. Və yaxud baxaq. Yazsınmış. Gör olar yazsınmış. Qətiyyən olmaz. Çox məntiqsizdir. Deməli, öyrəndik ki, əmr şəkli və şuudi keçmiş zaman idimişi qəbul etmir. Amma baxın, şuudi keçmiş zaman isəni qəbul edəcək. Gəlin baxaq. Məsələn, burada təzə sətrə keçək. Təzə səhifəyə. Baxın. Yazdımsa. Gördünüz? Bax, yazmaq sözün köküdür. D ayrıdır, m ayrıdır, sa artıq isə hissəciyidir. Bunu artıq şərt şəkli deməyəcək, yadınızda saxlayın. Bir feildə iki şəkil olmayacaq. Birinci artıq xəbər şəkli, şəxs sonluğu, bu da olacaq isə hissəciyi. Bunun rahat bir yolda nədir? Sizə belə izah edeyim. İnkarlıqdan başqa, bunu qeyd kimi götürə bilərsiniz. Baxın, bura qeyd eləyirəm, qeyd. İnkardan başqa, İnkardan başqa. İnkar yəni mamədən söhbət gedir. İnkardan başqa. Bütün qrammatiklərdən, qrammatiki mən belə işarə ilə göstərəcəm. Qrammatiklərdən sonra gələn, deməli bunu pozaq, yerimiz olmadı. Gələn. D-dır. Mışdı. Üstü 4 yazalımsına. Bir də sağ sərdir. Bunlar yadda saxlayın. İdi, imiş, isə. Dir, isədir. Bax belə. Bax bu formada bunu yadda saxlayın. İnkardan başqa bütün qrammatiklərdən sonra biz görsək, d görsək, mış görsək, sa görsək, nə götürəcəyik? İdi, imiş isə. Gəlin baxaq rahat yolu ilə. Məsələn, istənilən elə belə bir feil deyək. Misal üçün bir dənə nümunə verək. Məsələn, oxuyacaqdımsa. Oxuyacaqdımsa. Baxın, siz bir dənə nəyi bilməlisiniz? Bir dənə bilməlisiniz ki, feilin kökünə ya da başlanğıcına qoşulan feilin şəkilləridir. Yəni feildən söhbət gedir də, da ismə getməyin. İsimdə cəm şəkilsin, hər halda feilin şəkli götürməyəsiniz. Aha, baxın, oxumaq kök. Acaq, d ayrı, m ayrı, sa ayrı. Acağı gördümsə, avtomatik bunu nə götürəcəm? Gələcək zaman. Bu artıq xəbər şəklindədir, net. Sonra artıq bir dənə demişik, inkardan başqa yerdə qalan nə qədər qrammatik şəkilçi varsa, onlardan sonra d gördüm, nə götürəcəm? İdi. Bu təbii ki, şəxs sonluğudur. Çünki oxuyacaqdım. O m-nın hesabına mən bilirəm ki, bu birinci şəxsdədir. Deməli, o şəxs sonluğudur. Bu da nədir? İsə. Qutardı. Bu da qrammatikdən sonra gəlib qutardı isə. Amma indi gəlin bunu inkarda verək. Məsələn, oxumayacaqsansa. Gəlin baxaq. Oxumaq kök, ma inkar, acaq deməli gələcək zaman, sansa. Baxın. Bax, burada acaq, əcək nədir? Burada acaq, əcək əlbəttə ki, zaman şəkilçisidir. Əslində mən başqa bir nümunə verəcəydim. İndi onu da verəcəm. Baxın, deməli bu inkarlıqdır. Acaq, əcək zamandır. Sonra yəni xəbər şəkli gedir. Çünki biz normalda deyirik ki, şəkillər feilin kökünə ya da başlanğıcına qoşulur. Amma burada əsas məsələ nədir? Bax, biz deyirik ki, xəbər şəkli feilin kökünə başlanğıcına qoşulur. Amma burada bax, nə kökə qoşulub, nə də başlanğıca. Başlanğıc buradadır. Çünki bir dənə dedik ki, inkarlıq istisnadır da. İnkarlıq çünki çox da bir fərq yaratmır. Sadəcə bir təsdiqi inkar edir. Onu elə bir əksinə çevirir.
Yenə deyəcəm, bu xəbər şəklidir. Yəni gələcək zaman. Sonra bu şəxs sonluğu, sonluq. Bu da nə olacaq? İsədir. Qrammatiklərdən sonra gələnlər demişik də, idimiş, isədir. Başqa bir nümunə verim. Məsələn, nümunədə nəyə baxırıq? Bax, gəlməsəydin, gəlsəydin, bir də gəlmişsənsə, bax, kök və şəkilçiyə ayıraq. Gəlmək kök, mamə inkarlıq. Deməli, sə burada artıq şərt şəkli. Çünki bir dənə mamədən başqa digər qrammatiklərdən sonra gəlsəydi, mən buna isə deyərdim. Bu artıq bir dənə mamədən sonra gəlib də. Niyə bunu da deməli şərt götürürəm? Çünki bunun təsdiqinə baxın. Gəl, səy, din, di ayrı, n ayrı gedir. Bax, əgər mən təsdiqdə bunu şərt götürürəmsə, inkar mənə qeyri-adi nə dəyişiklik eləyir. Onu sadəcə təsdiqi inkara çevirir də. Yəni çox da bir dəyişiklik yaratmır axı. Ona görə mən bunu şərt olaraq saxlayıram burada. Şərt olaraq saxlayıram. Bu artıq avtomatik olacaq nə idi? Bu da olacaq n şəxs sonluğu. Bu öz yerində. Sonra gəlmişsənsəyə gəlirəm. Gəlmək kökdür. Miş, baxın, kökə qoşulub. Kökə qoşulubsa nə olacaq? Kökə qoşulan deyirik ki, feilin şəkilləridir. Miş şəkillərdə nəyə aid idi? Xəbər şəklinə, düz deyil? Xəbər şəkli keçmiş zaman. Keçmiş zaman. Aha, sən burada şəxs sonluğu səd olacaq, isə hissəcik. Bax, bu qədər sadə. Yəni, çətin bir şey yoxdur. İndi keçək önəmli məqamlara. Dedik ki, idi imiş, feilin əmr şəklinə şudi keçmiş zaman istisna olmaqla digər şəkillər artırıla bilər. İsə hissəcikdə, bax bu isə də. İsə, deməli, feilin əmr, arzu, bir də şərt şəklinə artırıla bilməz. Gəlin nümunədə baxaq. İstənilən, deməli, şəxsdən nümunə verəcəm. Məsələn, belə deyək, birin gəlmək feilini götürək. Məsələn, mən gəlim. Məsələn, belə götürək. Mən gəlimsə. Gör, artıra bilirəm. Mən gəlimsə. Məsələn, çox məntiqsiz olur da. Yəni, artırmaq olmur. Sonra, birin arzudan götürək. Məsələn, gəlin baxaq, bax. Mən gəlimsə, gəlmək kökdür. İm deməli burada olur şəxs sonluğu, səd olacaq, isə hissəcik. Amma gör, artırmaq olur. Mən gəlimsə. Çox məntiqsiz olur. Deməli, artırmaq olmur da. Əmr şəklində olmur. Və yaxud oxuya. Məsələn, deyirəm ki, o oxuya, məsələn, o oxuyasa ya da oxuyaysa alınmır yəni heç cürə. Mən oxuyamsa, sən oxuyasa olmur axı. Bax görürsüz? Və yaxud yəni arzuya da artırmaq olmadı. Məsələn, biz biz oxuyaqsa, yəni əmrdə belə düşünə bilərik də. Elə belə düşünün də, biz oxuyaq isə alınmır axı, necə olur? Olmur. İndi bunu da vermişəm başlanğıc forma ilə. Yazılsa. Gəlin baxaq. Burada sa təbii ki, başlanğıc formaya artırılıbsa nədir? Şərt şəkli. Şərt şəklinə də isə hissəcik qoşula bilməz. Yazılsasa ola bilər, yəni bir düşünün. Yazılsasa. Təbii ki, ola bilməz. Deməli, nə gördüm? Gördüm ki, feilin əmr, arzu, şərt şəklinə isə hissəcik artırıla bilməz. Arzu, deməli, şərt, bir də nə dedi? Dedi ki, əmr. Aha. Bunlara isə, yəni isə hissəcikdə bunu belə başa düşün. Bax, belə. Dəftərinizdə belə də qeyd edə bilərsiniz. Yəni, bu ola bilməz. Ümumiyyətlə gördük ki, əmr şəkli, əmr heç birini qəbul etmir. Əmrdə idi də, imiş də, isə də, ididir, imişdir, isədir, heç biri olmur. Yəni, heç biri əmrə aid deyil. Əmri deyil də, yəni. Bunu belə deyək. Və də şudi keçmiş zamanında bayaq izah elədim ki, idi ilə imişi qəbul etmir, amma isəni qəbul edir. Bir daha yadımıza salaq. Məsələn, belə deyim də, qaçdımsa, qaçdıqsa deyək və yaxud. Qaçdı ayrı, qayrısa. Gördünüz, kökə qoşuldu. Şudi keçmiş, q şəxs sonluğu. Bu da olacaq isə hissəciyi. Bu da belə sadə. İndi keçək nələrə? Məsələn, nəqli keçmiş zamanda olan feil, nəqli keçmiş. Hər üç hissəciyi qəbul edə bilər. Bir dənə nümunəyə baxaq. Məsələn,
Başqa bir feil deyək. Məsələn, nə deyək? Sevmək feilini götürək. Məsələn, götürək. Sevmişəm. Sevmişəmsə, məsələn. Sevmək kök. Miş burada olur. Deməli, nəqli keçmiş zaman əm şəxs sonluğu, sə də olur isə hissəciyi. Deməli, isəni qəbul etdim. İndi baxaq idi ilə imişə. Məsələn, eyni feildə götürək. Sevmişdim. Hətta belə götürək. Sevmişdimsə. Sevmək kök miş olur. Nəqli keçmiş. İdi şəxs sonluğu isə. Və hətta idi hissəciyindən sonra isə hissəciyi də gələ bilər. Bax, bu da normaldır. Biz görürük ki, şəxs sonluğundan əvvəldə gələ bilər hissəciyi, sonra da gələ bilər. Bax, sə hissəciyi şəxs sonluğundan sonra gəlib burada görürsüz. Amma burada idi hissəciyi şəxs sonluğundan əvvəl gəlib. Yəni bu təbii ki, kontekstə görə tapasınız. Yəni normalda artırmaq olur. İndi sizə xüsusi bir sual versə, nümunə tapasınız, şəkilçisini artırasınız, hissəciyi qoyasınız, belə sadə şəkildə tapasınız. İndi deməli, bunu dedik, başqa birində deyək. Deməli, burada nəyi dedik? İdini dedik, isəni dedik, qaldı imiş, hə. Sevmişmiş ola bilər. Elə bu bilirsiniz necədir? Sevmiş imiş belə formada olur. Sizə bunu daha qəşəng belə deyim də, rahat olsun. Belə deyim. Sevmişəmmiş, belə deyək, belə daha uyğundur. Sevmişəmmiş, belə. Sevmək kök, miş, bax bu miş kökə qoşulur deyə olur, nəqli keçmiş zaman, nəqli keçmiş. Bu şəxs sonluğudur, bu artıq dedik, qrammatiklərdən sonra gələn nədir? İmiş hissəciyi. Bax, bu qədər sadədir. Bunu əslində mən sizə şəkillərdə izah eləmişəm. Burada da bir daha deyim. Bax, gəlmişsinizsə, məsələn, bunun bu versiyası da düzgündür. Gəlmişsinizsə, bax, bu da düzgündür. Yəni, hər ikisi keçərlidir, bir problem yoxdur. Yəni, yazılışda da, tələffüzdə də keçərlidir. Amma xoş gəlmişsiniz, təbii ki, tələffüzdə burada düşəcək də gəlmişsiniz olacaq. Gəlmək kök, miş olur, kökə qoşulubsa, zaman. Aha, siniz şəxs sonluğu sə nə olacaq isə. Burada da gəl kök eyni şeydir əslində. Mini burada belə götürəcəyik. Sinizsə bu arada mi əslində mışdır. Sadəcə olaraq samiti düşüb. Bax, diqqətli olun ha. Bəzən bunu verirlər. İmtahanda bunu verirlər, çaşdırırlar ki, aha burada bu mi nədir burada? Sən də deyirsən, bəzən uşaqlar çaşır, deyir, hə, bu mimumi sual ədatıdır. Amma ədat deyil, diqqətli olun. Bəzən deyirlər, nə bilim, inkarlıqdır, qətiyyən bu, burada mış, deməli, keçmiş zaman, aha, bunun sadəcə olaraq samiti düşüb, olan budur. O, xoş gəlmişsiniz sözü var, xoş gəlmişsiniz də olur, gəlmişsiniz də, həmin şeydir. Baxın, bunu qeyd kimi də götürə bilərsiniz əslində. Nəqli keçmiş zamandır. İndiki zamandır, qəti gələcəkdir, qeyri-qətidir, vacibdir, lazımdır. Bax, bunların hamısı, sırf burada saydıqlarım, idi hissəcində, imişi də, isəndə qəbul edir, yəni işlənə bilir. Bizə bir dənə problem yaradan bəzən hansı olur? Şərt şəklidir, arzudur, əmirdə problem yoxdur, əmir çünki heç birini qəbul etmir. Şərt şəklidir, arzudur, bir də şudi keçmiş zamandır. Arzu şəkildir, yəni bir də şudi keçmiş. Bax, bunlardır. Bunlarda qəbul etməmə məsələsi olur. Onu da indi qeyd eləyəcəm sizə. İndi nümunəsi nəqli keçmiş zaman dedim. İndi baxaq indiki zamana. İndiki zamanda deməli, burada qeyd eləyim. Bunu qeyd eləyim hətta. Məsələn, bax, gəlir sözündə deyəcəm. Gəlirdi deyə bilirəm. Gəlirdimsə də olur hətta. Gəlmək, gəlir indiki zaman, di, idi, mı şəxs sonluğu, bu da isə hissəciyidir. Deməli, din də qəbul edir, səni də. Gəlirsə də deyə bilərəm, fərqi yoxdur. Bax, gəlirsə, gəl kök, ir zaman, bu da isə hissəciyi. Aha, baxaq məsələn, başqa nə deyərəm? Məsələn, gəlirmiş, gəlin bunu inkarda deyin, biri də inkarda olsun, bunu da bilmiş olun, gəlmirmiş. Yadınıza salaq həm də. Gəlmək kök, indi burada necə olacaq? Təbii ki, ayrı-ayrı. Gəlmirmiş. Bir dənə demişik. Aha, bax, burada indi ayırdıq. Gördük ki, inkarlıqdır,
Bundan sonra gəlir zamandı. Bu da olacaq təbii ki, imiş hissəciyi. Yəni təsdiqi də inkarda bu formadadır. Üçü ilə də işlərini gördüyünüz kimidir ki, zaman. Sonra gələk qəti gələcəyə. Baxın, indi qəti gələcək zamana bir nümunə deyəcəm. Gəl, oy, pozanıymış. Deməli, gəl, əcəkdi mi? Bu belə. Gəl, əcəyəmmiş. Bu belə. Gəl, əcəyəmsə. İdi, imiş isə. Baxın, bu deməli zamandır. Bu birinci zamandır. Bu olacaq idi hissəciyi, bu da şəxs sonluğu. Sonra bu zamandır, bu şəxs sonluğudur, bu da olacaq imiş hissəciyi. Bu zamandır, şəxs sonluğudur, isə hissəciyi. Gördünüz, üçü ilə də işlənir. Sonra gələk qeyri-qəti gələcəyə. Burada da eyni ilə vurmaq kök, ar olacaq qeyri-qəti. Bu idi, bu da şəxs sonluğu. Vurmaq kök, burada diqqətli olun. Əgər xəbər şəkli ilə bağlı videonu izləmisinizsə, bu artıq sizə aydın olmalıdır ki, yəni orada da izah eləmişəm. M ayrıdır. Ay, yenə pozana keçdik. Deməli, vur, m ayrı, az ayrı, sa ayrı. Yəni burada arərdir, sadəcə tələffüz baxımından yazıda da rızıya keçib. Yəni əslində bu arər şəkilçisidir, rızıya keçib. Aha, bu belə. Vur, m ayrı, az ayrı, muş ayrı. Bu imişdi. Buradakı da isədir. Vur, ar, mış, imişdi. Bu da qeyri-qəti gələcək zaman. Gördüyünüz kimi təsdiqi də, inkarı da hamısını qəbul etdi. Yəni burada da bir çətin bir şey yoxdur. Gələk vaciblə lazıma. Baxaq burada. Bir dənə də inkarım ver. Aha. İndi baxaq bunun kök və şəkilçisinə. Yatmaq sözün köküdür. Malı, məli vacibdir. Am şəxs sonluğudur. Bu imişdir. Yatmaq kök, malı vacib. Bu şəxs sonluğu, bu da isə. Yatmalı, bu da ididir. Y burada bitişdiricidir. Diqqətli olun. Yatmamalı, y qısa. Y bitişdiricisidir. Bitişdiricidir. Hə. Bax, gördüyünüz kimi kökə qoşulan vacibdir, yəni şəkildir. Sonra sonluq gəlir. Sonra da qrammatiklərdən sonra gələn demişik nədir? İmişdir. Qrammatikdən sonra gəlib nədir? İsədir. Qrammatikdən sonra gəlib nədir? İdidir. Burada da yatmamalı. Bax, burada bu qrammatiki saymıram da. Bu indi çünki inkardır. Bunu o dəqiqə təsdiqdə düşün. Yatmamalıyıq, yatmalıyıq. Normalda kökə qoşulmur malı, məli təsdiqdə. Sadəcə inkarda bir dənə ortasına inkarlıq girir də. Yoxsa bu yenə kökə qoşular. Bu vacib şəkli, bu artıq nə olacaq? İq şəxs sonluğu, bu da olacaq isə hissəciyi. Yəni başqa bir problem yoxdur. Lazım şəkildə eyni ilə üçü ilə də işlənir. Məsələn, gələsiyəmmiş. Gördüyünüz kimi burada imiş, şəxs sonluğundan sonra da gələ bilər. Elə ola bilər ki, deməli, şəxs sonluğundan əvvəl də gəlsin. Bax, gələsimişəm. Gələsiymişəm. Bax belə, y burada bitişdiricidir. Və burada imişdir, şəxs sonluğudur. Bu da lazım şəkildir. Gördünüz, imiş burada sonluqdan qabaq da gələ bilir. Burada isə gördüyünüz kimi, deməli, yəni sonluqdan sonra da gələ bilir. Sonra imişlə işlənir, sonra idi ilə. Qurası idi n. Gördünüz, qurası. Bunun elə bir ayrı versiyası belə olur da. Bitişi olanda qurasıydın belə olur. İdidə i düşür. Belə olanda qurası idin. Bax, ayrı yazılır bu formada. Burada da eyni ilə belə. Gələsiyəmsə gəlmək kök, ası əsi, əm sonluq. Bu da olacaq isə hissəcik. Bax, bu qədər sadə. Deməli, şəkil, sonluq, hissəcik. Bax, gördünüz, üçü ilə də işləndi. Bir dənə dedik ki, şərt şəklində olan feil idi ilə imişi qəbul edir, isəni qəbul etmir. Gəlin baxaq. Məsələn, bax, döysə şərt şəklində. Döysəydin. Bax, idini qəbul etdi. Bax, döysəydin. Döysəydin. Elə bir bunun ayrı versiyası belə olacaq da, ayrı yazılsa. Döysəydin. Bax, belə. Yəni bunu görəndə qorxmayın. Bu da düzdür. Yəni bu da düzdür. İkisi də. Sadəcə burada bitişi yazılıb. Aha. Sonra bunu belə deyək. Məsələn, döysəymiş. Döymək kök, sə kökə qoşulub şərt şəkli. Burada imişdir. Bu bitişdiricidir. Bu formada. Görürsünüz, idi imişdən işləndi. Amma isə ilə işlədə bilməyəcəm. Gəl bax. Döysəsə. Bax. Döysəsə. Olur, yox. Bax, birdən düşünərsiniz ki, məsələn, belə verim. Döysənsə.
Döysənsə, birincisi döysənsə, bu düzgün alınmır əvvəla. İkincisi də burada sən şəxs sonluğu olur. Əgər alınsaydı bu hissəcik olardı. Təbii ki, bunu ümumiyyətlə götürmürük, bu səhvdir. Döysəsə olmadığına görə deməli nə olur? Şərt şəkli isəni qəbul etmir. Bu qədər sadə. Bax belə düşünün də, şudi keçmiş zaman dı-di, du-du deyil uşaqlar. Dı-di, du-dudur və idini qəbul etmir. İdinin qısaltması da dı-di, du-du deyil. Elə bir-birini itələyirlər də, qəbul etmirlər. Şudi keçmiş bunu qəbul etmir. Eyni ilə şərt şəkli də isənin qısaltması olan sasəni qəbul etmir. Məncə belə rahat analogiya ilə əlaqə ilə yadda saxlaya bilərsiniz. Deməli, şudi keçmiş idinin qısaltmasını qəbul etmir, şərt şəkildə sasəni qəbul etmir. Bu çox rahatdır məncə yadda saxlamağa. Arzu şəklində olan feilə gəlincə, deməli, bu da idi ilə imişi qəbul edir, amma isəni qəbul etmir. Gəlin baxaq. Təbii olaraq, baxın, deyirəm, həmişə demişəm, yenə deyirəm. Bunları əzbərləməyəsiniz, bunları dərk eləyəsiniz. Mən sadəcə belə aydın izah edirəm ki, bunları rahat anlaya biləsiniz. Məsələn, kaş yazaydın, bax. Məsələn, buraya indi kaş qoyuram, qoymaya da bilərəm. Yazaydın. Gördünüz, şəxs sonluğu deyil bu, təbii ki, bu arzudur. Bu ididir, bu da şəxs sonluğudur. Və yaxud verək nə? Məsələn, yazaymış, yazamış. Bu elə belədir də, yazaymış, belə olur, ayrı yazanda. Elə bir deyirik, gərək yazaymış, gərək oxuyaymış bu formada. Birdən-birə sırf feili işlədəndə adam biraz duruxur, yəni deyir ki, heç belə feil qulağa tanış gəlmir də. Amma cümlə daxilində biz əslində fikir verirsiniz, biz bunu məişətdə də çox işlədirik. Bu belə, gördünüz, idini qəbul etdi, imişi də qəbul etdi, bu arzu olur. Amma isəni qəbul etmir, gəl baxaq, yoxlayaq. Yazaysa, olur, gör, yazasa, olmur, görsünüz. Və yaxud, məsələn, mən yazam, mən, məsələn, yazamsa, məsələn, yazamsa, görürüz, olmur, qətiyyən olmur. Arzu şəkli isəni qəbul etmir. Bax, bu qədər sadə. Bax, belə qısa bunu da belə qeyd kimi götürə bilərsiniz. Bax, qeyd yazıram. İsəni qəbul etməyənlər, isəni qəbul etməyənlər, etmir, hansılardır? Deməli, şərtdir, bir də arzudur. Bax, bunlar qəbul etmir. Yəni, əmri də götürə bilərsiniz. Əslində, əmr ümumiyyətlə heç birini qəbul etmir. Bunu belə yadda saxlayın. Aha. Yəni, isəni qəbul etməyənlər kimi bunları qruplaşdıra bilərsiniz. Amonimliyinə də gəlincə şəkilçilərin, əslində düşünürəm ki, bunu izah elədim mən. Bir daha üstündən keçim. Mış, amonimliyin bildiniz. Bir imişdə var, bir də nəqli keçmiş zamanda. Sonra sasə də bir şərt şəklində, bir də isədə var. Bir də dı-di, du-du, ididə var, bir də imişin, üzr istəyirəm, ididə var, idinin qısaltması. Bir də şudi keçmiş zamandadır. Bunu da fərqləndirməyin yolu, məsələn, bax, bildim. Bu nə olacaq? Təbii ki, şudi keçmiş. Niyə? Kökə qoşulur. Kökə qoşulanları yadda saxlayın. Biz hissəcik götürməyəcəyik. Kökə qoşulan, başlanğıca qoşulan feillərdə olacaq nə? Xəbər şəkli yox, ümumiyyətlə şəkillər. Yəni, təkcə xəbər yox da, fərqi yoxdur. Şəkillər kökə qoşulur. Deməli, bilmək, bildimi bu formada. Və yaxud, amma desəm, məsələn, nə deyək? Bax, desəm, bilmişdim. Bilmək kök, miş olur qrammatik keçmiş zaman. Bu olur idi, bu olur şəxs sonluğu. Artıq buradakı di olur idi hissəciyi. Aydındır. Bu da olacaq nə? Olacaq keçmiş zaman. Bax, bunları ayırt etməkdə çətinlik çəkməmək üçün bu yollar var. Yəni, kökə qoşulan bilin ki, şəkillərdir. Yəni, mışı şəkillərdən nə götürəcəm? Keçmiş zaman. Sanı şəkillərdən şərt şəkli. Dını da şəkillərdən keçmiş zaman şudi. Kökə qoşulanda. Feildən söhbət gedir ha. Yəni, adlardan söhbət getmir. Məsələn, adlardan götürsəm, qız imiş, məsələn. Və yaxud da verər belə, qız imiş.
Day bunu deməyəsiz, keçmiş zaman. Keçmiş zaman feildə olur. Zaman anlayışı feildə olur. Şəkil anlayışı feildə olur. Bu isimdir. İsmə qoşulan əlbəttə ki, hissəcidir. Bəs biz nə dedik əvvəldə? Dedik ki, bunlara köməkçi feil də deyirlər. Bunlar feil şəkillərinin və adların üzərinə artırılır. Yəni şəkillərdən sonra, bir də adlardan sonra. Aydındır. Şəkildən əvvəl artırıla bilməz. Məncə aydın oldu. Aydın olmayan bir məqam olarsa da, yenə də rəy bölməsində qeyd eləyərsiniz. Çünki buradan bunları artıq demirəm. Çünki bunları dərsin izahatında, gedişatda verdim fərqləndirməni. Mışı da verdim, sanı da verdim. Yenə də nəsə bir aydın olmayan məqam olarsa, rəy bölməsində qeyd eləyərsiniz. Mütləq ki, suallarınızı cavablandıracağam. Hələlik.